Hamıya salam. Bugün çoxumuzun etdiyi, amma heç fərqində olmadığı bir maliyyə səhvindən danışacağıq. Elə bir səhv ki, əksər insanın sərvət yığmasına imkan vermir. Bəlkə də bu sərvət qatilinin harada gizləndiyini təxmin etməyə çalışırsınız. Amma çox uzağa getməyə ehtiyac yoxdur. Cavab elə gözümüzün qabağında, avtomobil yolumuzdadır. Belə bir sual. Aylıq büdcənizdə gizlənən bir nömrəli sərvət qatili nədir? Yəqin ki, ağlınıza ilk gələn şey kirayə xərclərdir, ya da bəlkə vergilər. Bunlar böyük xərclərdir, düzdür? Amma cavab heç də bu deyil. Gəlin birlikdə araşdıraq və əsl günahkarı tapaq. Gəlin baxaq, orta statistik insanın pulu hara gedir? Bu diaqramda görürük ki, ən böyük hissə mənzil xərclərinə aiddir. Amma bu normaldır, yaşamaq üçün bir yerə ehtiyacımız var. Vergilər, onlardan da qaçış yoxdur. Kommunal və digər xərclər də həyatımızın bir parçasıdır. Amma diqqət edin, burada bir kateqoriya var ki, o səssizcə bizim gələcəyimizi yeyir. Bəli, budur o, nəqliyyat. Daha dəqiq desək, şəxsi avtomobiliniz. Bir anlıq düşünün. Avtomobil ödənişləri, sığorta, yanacaq, təmir, bütün bunlar hər gün, hər saat dəyərini itirən bir şey üçün ödənilir. Məhz avtomobil xərcləri orta statistik insanın sərvət toplamaq potensialını ən çox əlindən alan amildir. Gəlin bu mövzuya bir ad verək. Avtomobil kasıbı tələsi. Yəni, dəyəri durmadan azalan bir əşyanın sizin necə maliyyə həbsxanasına salması. Və rəqəmlər göstərir ki, bu tələyə düşənlərin sayı getdikcə artır. Sadəcə bu rəqəmlərin artım sürətinə bir baxın. 2005-ci ildə cəmi avtomobil krediti borcu 720 milyard dollar idi. İndi bu rəqəm 1,6 trilyon dolları keçib. Bu sadəcə bir artım deyil, bu bir partlayışdır və problemin nə qədər kütləvi olduğunu açıq şəkildə göstərir. Yaxşı, bəs avtomobil kəsib olmaq nə deməkdir? Gəlin sadələşdirək. Bu deməkdir ki, qazancınız ancaq avtomobilin ödənişlərinə və digər xərclərinə çatır. Amma sərvət yığmaq, investisiya etmək üçün heç nə qalmır. Elə bir qaçış solağındasınız. Qaçdıqca qaçırsınız, amma heç yerə çatmırsınız. Bəs niyə biz bu tələyə bu qədər asanlıqla düşürük? Səbəblər çoxdur. Birincisi marketinq. Milyardlarla dollar xərclənir ki, bizə inandırsınlar ki, bahalı maşın uğurun simvoludur. Sonra uğurlu görünmək arzusu var. Ətrafdakıların təzyiqi də öz rolunu oynayır. Və təbii ki, o yanlış inanc ki, yaxşı maşın sənin etibarlı biri olduğunu göstərir. Əslində, bütün bu məsələni bir cümlə çox gözəl ifadə edir. Bu günlərdə o qədər çox gənc görürəm ki, uğurlu olmağa çalışmaq əvəzinə uğurlu görünməyə çalışırlar. Problem də məhz budur. Biz sərvətin özünə deyil, onun görüntüsünə pul xərcləyirik. Yaxşı, bəs bu sözlər nə qədər realdır? Gəlin indi konkret rəqəmlərlə danışaq və avtomobil sahibi olmağın əsl dəyərini hesablayaq. Elə ən ağıllı seçim sayılan bir maşını götürək, məsələn, yeni bir Honda Civic. Görək onun bizə əsl xərci nə qədər olur. Mağazaya gedirik və vitrindəki qiyməti görürük. 27.867 dollar. İlk baxışdan olduqca məntiqli bir rəqəm kimi səslənir, elə deyilmi? Gənclər arasında populyar, etibarlı bir model. Amma bu, hekayənin sadəcə başlanğıcıdır. Buzdağının görünən tərəfidir. Əsl xərclər indi başlayır. Gəlin bu cədvələ birlikdə baxaq. Deməli, 27.000 dollar satış qiyməti. Amma bunun üstünə nələr gəlir? Baxın, amortizasiya, yəni dəyər etkisi. Hardasa 11.000 dollar. Bu deməkdir ki, maşını salondan çıxaran kimi 11.000 dollarınız havaya uçdu. Sonra sığorta, təxminən 12.000 dollar. Yanacaq, kredit faizi, texniki xidmət, vergilər, hamısını toplayanda nə olunur? 46.821 dollar. Satış qiymətindən demək olar ki, 20.000 dollar daha çox. Dəhşətdir, elə deyilmi? Və indi gəldik ən ağrılı hissəyə. Buna fürsət dəyəri deyilir. Çox sadə dildə desək, siz o maşına pul xərcləyəndə əslində nələri itirirsiniz? O pulla başqa nələr edə bilərdiniz? Gəlin görək bu səhvin əsl qiyməti nədir? Gəlin iki fərqli ssenarini müqayisə edək. Birinci ssenariyə siz maşını alırsınız, 5 il sonra satanda əlinizdə təxminən 19.000 dollar pul qalır. Ümumi sərvətiniz isə 27.000 dollardan çox azalmış olur. İndi ikinci ssenariyə. Maşını almırsınız və o aylıq 780 dolları investisiya edirsiniz. Nə baş verir? 5 il sonra sizin 60.000 dollarınız olur. Sərvətiniz 13.000 dollardan çox artmış olur. Fərqi görürsünüz. Birində pulunuz əriyir, digərində isə pul sizin üçün işləyir. Bu qrafik isə aradakı fərqi bütün çılpaqlığı ilə göstərir. Bir tərəfdə 27.000 dollarlıq itki, o biri tərəfdə 13.000 dollarlıq qazanc. İkisinin arasındakı ümumi fərq 40.000 dollardan çox. Sadəcə bir qərara görə. İndi başa düşürsünüz, niyə maşına sərvət qatili deyirik? Yaxşı vəziyyət qaranlıq görünsə də, əlbəttə ki, bir çıxış yolu var.
Avtomobillər çox vaxt zəruridir, bunu hamımız bilirik. Məsələ maşının sizə deyil, sizin maşına sahib olmağınızdır. Gəlin indi ağıllı alıcının strategiyasına baxaq. Əslində, cəmi 3 sadə qayda var. Birincisi, maşını qızıl nöqtədə alın, yəni 3-4 illik az sürülmüş. Bununla ən böyük dəyər itkisindən dərhal yayınırsınız. İkincisi, 15% qaydası. Yanacaq, sığorta, kredit, hər şey daxil, bütün nəqliyyat xərcləriniz aylıq gəlirinizin 15%-ni keçməməlidir. Və üçüncüsü, aldığınız maşını ən azı 10 il sürün. Hər 3-4 ildən bir maşın dəyişmək tələsinə düşməyin. Yaxşı, bəs bu qaydalara əməl etsəniz nə qazanarsınız? Gəlin hesablayaq. Qənaət etdiyiniz pulu hər ay investisiya etdiyinizi düşünün, 15 il sonra 118 min dollardan çox pulunuz ola bilər. Bu, sadəcə ağıllı maşın seçimi ilə bir ev üçün ilkin ödəniş deməkdir. Təsəvvür edirsiniz? Və sonda sizə bir sualım var. Özünüzdən dürüstcə soruşun. Sizin avtomobiliniz sizi sərvətə doğru aparır, yoxsa ondan uzaqlaşdırır? Bu sualın cavabı bəlkə də sizin bütün maliyyə gələcəyinizi müəyyən edəcək.